Ölkədə bitki sağlamlığının təmin olunması və fitosanitar sabitliyin qorunması Qida Təhlükəsizliyi Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə Milli Monitorinq Planı çərçivəsində Respublikanın müxtəlif bitki və bitkisilik təsərrüfatlarında mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Monitorinqlər zamanı bitkisilik məhsullarının, o cümlədən də çiyələyin keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğun olmaqla müşahidələr aparılır və həmin məhsulların istehsaldan istehlak anına qədər bütün zəncir mərhələləri üzrə nəzarət tədbirləri həyata keçirilir. Buna uyğun olaraq aparılan monitorinqlər zamanı təsərrüfatlarda istifadə olunan preparatların saxlanması, tətbiqi ilə bağlı nəzarətlər də diqqətdə saxlanılır və bu preparatların keyfiyyət və təhlükəsizlik göstəriciləri də əsas nəzarətdə saxlanılan məqamlardan biridir. Son günlər sosial şəbəkələrdə çiyələk təsərrüfatında kimyəvi maddələrdən istifadə olunması ilə bağlı yayılan video material da agentlik tərəfindən diqqətə götürülmüşdür və eləcə də agentliyin müvafiq regional bölməsi tərəfindən həmin təsərrüfat aşkarlanaraq yoxlamalara başlanılmışdır. Yoxlamalar zamanı həmin təsərrüfatda istifadə olunan preparatlardan, eləcə də orada yetişdirilən bitkiçilik məhsullarına, yəni çiyələkdən nümunələr götürülməklə laboratoriya sınaqlarına cəlb olunmuşdur və eyni zamanda təsərrüfat sahibi ilə maarifləndirici söhbətlər aparılmaqla bu preparatlardan düzgün və keyfiyyətli şəkildə istifadə olunması, təhlükəsizlik qaydalarının gözlənilməsi və normativ tələblərlə bağlı izahatlar bildirilmişdir. Həmin təsərrüfatdan götürülmüş bitkiçilik nümunələrindən, eləcə də kimyəvi maddələrin nümunələri agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına yönləndirilmişdir. Aparılmış laboratoriya müayinələrinin nəticələri yekunlaşdıqdan sonra nəticələr barədə ictimaiyyətə ətraflı məlumat təqdim olunacaqdır.